həddi buluq dövrü var. Aha. Ümumi insanların həyata yanaşma dövrü var. Məsələn, qızlarda 9 yaş, 8-9 yaş arasıdır. Oğlanlarda 14-15 yaş arasıdır. Bəli, biz bu günlərim onu deyə bilmərik ki, onlar həddi buluq yaşına çatıblar, mütləq ailə qurmalıdır. Xeyr, biz bu günlərim onun əleyhinəyik. Çünki, bəli, bura qədər danışdıqlarımız hamısı fizikal, ruh, əqidə, ağıl, hamısı bunlar şərtdir, elm şərtdir. Amma bir məsələ var ki, Ramalı müəllim deyir, 25, 26, 27 yaş, mən belə başa düşürəm, çoxdur. Biz nəyə görə, birinci sualı nəyə görə verək ki, nəyə görə valideynlər yetkinlik yaşına çatmamışlar, qızlarını xüsusən ərə verirlər. Nəyə görə? Əsas nəyə görəsi, onun səbəbi burada bəlli olmalıdır. Bir çox səbəblər var, o səbəbləri Bir çox saya bilərik. səbəblər budur, bəli. Səbəblərin biri budur ki, biz uşaqları tərbiyə eləyəndə biz ona fiziksel çox üstünlüklər veririk. Fiziksel üstünlüklərdən biri məsələn bax budur. İndi bu belə bir məsələdir ki, mən üzr istəyirəm, o həddən qırağa çıxmayım, amma deyilməlidir məsələ. Rahmet, çox üzr istəyirəm. Sözünüzü balından kesin. Reklamlardan sonra davam edəcəyik tamaşaçılarımız.